Herkese selam, sabahınız xeyir. Bu vlogun adından bence artık bilirsiniz ne vlog olacak. Biraz böyle travel stilde vlog olacak. Bilmirəm belə vlogları bəyənirsiniz ya yox, amma istədim çəkeyim. Çünki biz rayona harası gedəndə mən çəkirəm və rəylərdə oxumuşam ki, bəzi izləyicilərimə belə vloglar çox maraqlıdır. Ona görə mən də çəkirəm. Biraz sizə belə stories danışım və davam edəyəm vloga. Hal-hazırda üzümü silirəm makiyajla, çünki makiyajım dünəndən qalıb. Dünən mənim yoldaşımla 4 ilimizi qeyd edirdik və oradan çıxan kimi dünən saat hardasa 12 idi belə. Oradan qərara gəldim ki, mən bu gün, bu gecə evdə oturmaq istəmirəm və gəzmək istəyirəm. Yəni davam etmək istəyirəm də. Çünki getdiyimiz yer çox qəşəng idi. Yadımdan çıxdı, Juno səhv etmirəmsə, Juno restoran ilk dəfə idi gedirdim, amma çox qəşəng idi, belə səviyyəli, qəşəng, çiçəyi gəldi sonra. Amma mən orada oynaya bilmədim, belə çox da əylənə bilmədim. Çünki daha çox belə date keçirdi, yəni əylənməyə. Mən də biraz elə insanam ki, əylənmək istəyirəm. Heç olmasa dedim ki, səhəri bir yerdə açaq. Belə bir date eləyək, davamlı olsun. Yoldaşım dedi, okey. Sonra da mən dedim ki, gəl kimsə də çağıraq. O da dedi, okey. Və yığdıq ailə dostlarımıza və sizcə nəyə qərara gəldik ki, gecə saat 2-də çıxaq Şamaxıya, Sakit Gölə. Və hal-hazırda Sakit Göl otelindəyik. Və makiyajla yatmışam, makiyajı ona görə sildim. Bilmirəm necə izah edədim, məncə əla. İndi kameramla çəkirəm, bu funksiyanı qoşmuşam ki, tərpənəndə dalımca çəksin. Çünki stativ götürməmişəm özümlə, belə qoymuşam, çox aşağıdadır hal-hazırda, amma çəkir. Bura baxın. Deməli, kirpiklərim Temudan. Temu kirpikləridir. Ən 50-dir, 16'larla yığmışam da. Yəni, çox uzundur. Amma çıxarmıram, çünki özümlə maskara götürməmişəm. Heç də olmaz, əslində gözəldir. İndi gözəl şəkillər eləyərik. Bura inanılmaz gözəldir. Mən bir dənə makiyajımı tez yeniliyim və sizə çölü göstərim. Əsl indi gəlinəsi yerdir də, yəni ağaclar, hər yer sapsarıdır, çox gözəldir. Dünən biz gecə gələndə saat 4-də, 5-də o qədər ulduzlar var idi, o qədər... Wow, sadece wow.
Gözəllik. Sadəcə gözəllik. İndi hazırlaşacağıq və çıxacağıq. Bu da milçəkdir. Bot, milçək. Bütün gecə qulağıma girirdi bu milçək. Öldürməyə təlim gəlmirəm. Gəlin sizə mənzərəni də göstərim. Yaxşı gedim, burada soyadım. Orada da gedəndə mağazaya sən atacağım. Atasın baxarım görmədin. Orada mütləq şəkil lazımdır çəkdirmək. Orada da lazımdır şəkil çəkdirmək. Burada da lazımdır şəkil çəkdirmək. Çox gözəldir. Və sizə deyim ki, bura çox sakitdir. Yəni insanlar indi orada danışır, uşaqlar, amma gecə vaxtı, axşam vaxtı ümumiyyətlə bilirsiniz necə sakitçilik olur belə. Huzurda, yəni sakitçilik istəyirsinizsə, dincəlmək istəyirsinizsə, yəni 2 gün gəlin burada qalın. Əsəbləriniz elə sakit olacaq ki. Mənim xoşum gəlmir hamının adından danışmaq, amma şəxsən mənim çox xoşum gəlir spontan, harasa getməyə, dincəlməyə. Mənə görə çox maraqsızdır və çox mənasız həyat gələr. Əgər mən bütün günü evdə otursam, bütün günü otaqda, bütün günü divanda mı deyim, mənim sadəcə ürəyim sıxılar və mən dəli olaram. Bu həyatı bircə dəfə yaşayırıq. Risk də etmək lazımdır. Ürəyin istədiyin yerlərə də getmək lazımdır. Özdə ki, bu sənin ölkəndədirsə, yaxındırsa, niyə də getməyəsən? Əgər maşın da varsa, mən də və mənim dostlarım, mənim ətrafım belə insanlardır. Kimisə mənim kimi deyilsə, deməli, o mənim ətrafım və mənim dostum, rəfiqəm deyil. Və yadınızda saxlayın, əgər sizin rəfiqənizlə, dostlarınızla arasında nəsə olursa, əgər siz əsl dostsuzsa, bu yenidən əmələ gəlir, yenidən siz onu unudursunuzmu və ya ikiniz böyük insan kimi aranızda danışırsınız və artıq bu okey olur və siz yenidən gedirsiniz, əylənirsiniz, öz aranızda olan sirlərinizi bölüşürsünüz. Yox, əgər bu sizin insanınız deyilsə, bu sizin dostunuz, rəfiqəniz deyilsə, həmən o rəfiqəni, həmən o dostu göndərin çox uzaqlara. Tək ki sizdən uzaq olsun. Çünki mən istəmirəm ki, mənim həyatımda elə insanlar olsun və energetik vampirlər olsun. Mən özümü çox sevirəm ki, mən sözü üzə deyənəm. Mən özümü çox sevirəm ki, mən beləyəm. Və mən çox xoşbəxtəm ki, və sizə də çox təşəkkür edirəm ki, siz məni elə mən olduğuma görə sevirsiniz və izləyirsiniz. Bu videonun altında rəyləri oxumağa mənə çox xoş olar və bütün rəylərə cavab verəcəm. Mən adətən cavab verməyi və ya pis rəylərə belə cavab vermirəm, amma pis rəy olsa belə cavab verəcəm. Çəkəcəm hər şey vlogda. Bir də ki, bu yarpağa baxın, nə böyükdür. Bunu nədənsə özümdən aparmaq istəyirəm. Bir dənə bu mənzərəyə baxın.
Biz bayaq oradaydıq, o koteclardaydık. İndi qalxdıq yuxarı tərəf otelə. Baxın, bayaq o kotecdaydıq. Ben bu katedral Bu tərəfdəki. Neyin yiyeyim? Şekil çekeyim. Bizə oteldə maraqsız oldu. Həm də ki, biz gəlmişik gəzməyə və bir günlük gəlmişdik. Öncə dediyim kimi, getdik başqa bir yerə. Oteldə səhər yeməyimizi yedik. Günorta isə istədik ki, biraz əyləncə qataq. Mən özümlə onun kartlarını götürmüşdüm. Qutab yeyirdik, qəşəng samavar çayı içirdik, çox dincəldik, çox əyləndik. Bu vlog 21 və 22 noyabr çəkilmişdi, amma mən bu vlogu bugün paylaşıram. Bəli, çünki mən tənbələm. İnanırsınız, məndə o qədər vloqlar var ki, hansı ki heç paylaşılmayıb. Biraz oturduq, söhbət etdikdən sonra tez axşam gəlməməsi üçün yola çıxdıq. Sakit Göl otel barəsində nə deyə bilərəm? Qiymətlər münasib deyil. Amma siz sırf sakitçilik istəyirsinizsə, tək qalmaq istəyirsinizsə, ailəvi, normal, təmiz, səviyyəli, qəşəng yerə getmək istəyirsinizsə, məncə əla seçim ola bilər. Amma yenə də təkrarlayıram ki, qiymətlər münasib deyil. Yəni əgər əylənmək istəyirsinizsə, biraz maraqlı rayon abu-havası istəyirsinizsə, Sakit Gölü seçməyin. Çünki Sakit Gölə adicə biz və ya mən getdik, görürük ki, daha çox belə dincəlməyə, sakitçilik, gölə baxmaq saatlarla, naushnikdə mahnı dinləmək, belə bir pasiv istirahət istəyirsinizsə, onda gedin. Şamaxıyadakı ilk dəfədir ki, sürürdüm. Oranın yolları bilirsiniz də necədir? Ziqzaq. Başım qarışmışdı, heç nə çəkə bilmirdim. Mursal çəkirdi burada, sağ olsun. Mursal çəkməsəydi biz nə edərdik? Vlogsuz qalardıq. Yolu çəkir, məni çəkmək əvəzinə yolu çəkir. Özdəki mən deyirəm ziqzaq yolu, bu dübbələm düz yolu çəkir. Heç olmasa ziqzaq yolu çəkərdi. Biz gecə gedəndə dəhşət, təsəvvür eləyin, ilk dəfədir ki, harasa gedirəm. Yolu qəti tanımıram, dumandı. Yadınızdadırsa digər vloqumdakı kimi duman olmuşdu. Qabaqda bir maşının dalınca gedirdim. O da sürətlə gedirdi ki, içsin və zil qaranlıq, bilmirəm hara gedirəm. Yollar sağ-sol, sərt döngələr. Allah çox uzaq eləsin, amma mən ürəyimdə artıq fikirləşirdim və hazırlaşırdım ki, pis bir şey ola bilər. Bu pis ideya idi gecə gəlməyə, amma yenə də risk etdik və getdik. Mən əvvəllər qorxurdum uzaq yola çıxmağa, amma indi xoşuma gəlir. Yorulmuram, bilmirəm. Bəlkə bu yaşla əlaqədardır. Bəlkə bir 5 ilmi, 10 ilmi yorularam, amma heç yorulmadım. Bir də ki, çox üzürlüsən, əgər videoda səslər gəlsin, mikrofonsuz videonu səsləndirirəm. Mikrofonumu oğlum hara qoyubsa tapa bilmirəm. Yerə baxmışam, divanın altına baxmışam, heç bir yerdə yoxdur. Və mənə çoxlu suallar gəlir ki, sükan arxasında necə rahatsınız, maşın sürməyi harda öyrənmisiniz, müəlliminiz kim olub? Xanımlar, mən özəl təlimlərə gedirdim və mənə orada qəti şəkildə normal şəkildə heç kim heç nə öyrətməyib. Yalandan oturmuşam, sür, şəhəri sür, Ağşəhərə gedək, ora gedək. Sırf nə lazımdır? Paralel parkinq lazımdır. Ümumiyyətlə parkinqin bütün növləri, sağ əllə sürmək, sol əllə sürmək, bunlar da çox vacibdir əslində. Bəzi manevrlar belə çox vacibdir. Instagramıma keçib mənim 149 şirkəti ilə videoma baxa bilərsiniz və ya birbaşa 149 şirkətini yığın, elə nömrədə elədir 149 və təlimə yazılın.
Nəhayət ki, evə çatdıq. Sizə istəyirəm balkondan bu gözəl panoramanı göstərim. Belə havada ya evdə oturum, ya gərək harasa gedim, işləyim. İş olmasa belə iş tapım, nəsə bir iş görüm, kafedə, kofe içə-içə və ya evdə oturum, yatım, seriallara baxım. Bu vlog isə artıq sona çatır. Təşəkkür edirəm ki, sona qədər izlədiniz. Bu videonu bəyənməyi və mənə abunə olmağı unutmayın.